Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hər vaxtınız xeyirli olsun. Vilayət TV-nin daimi izləyiciləri, xoş gördük sizi. Vilayət TV kanalında yeni ərsəyə gəlmiş Sözün Rəngi verilişində. Dəyərli tamaşaçılar, biz bu silsiləvari verilişimizdə şeir, irfan, bu haqda danışacaq. Ümumiyyətlə, şeirin irfanla nə əlaqəsi var? Şeir irfanı olmalıdır, yoxsa yox? Ümumiyyətlə, şeir yazan insan irfandan anlayışı olmalıdır, yoxsa yox? Bu haqda danışacaq və silsiləvari verilişlərimizdə dahi Azərbaycan şairi, dahi şair, Əhl-i-Beyt şairi Məhəmməd Füzulinin şeirlərindən də dəyərli studiyamızın qonaqları ilə şərh olunacaq. Sizdən də xahişimiz budur ki, bu verilişə baxasınız və şeirin nə olduğundan, irfanın nə olduğundan əgər anlayışınız yoxdursa, anlayışınız olmuş olsun. Əgər vardırsa, daha da çox anlayışınız olsun. Studiyamızın dəyərli qonağını sizlərə təqdim edin və verilişimizə başlayaq. Studiyamızın ilk olaraq qonağı Cənab Hüccətülislam, Ustad Adil Əhmədovdur. Ustad, mən sizi salamlayıram. Xoş gəlmişsiniz. Aleyküməssalam. Təşəkkür edirəm. Mən də dəvətə görə sizə və həmçinin salamlayıram hörmətli izləyiciləri və ümid edirəm ki, maraqlı olsun, qeyd etdiyiniz kimi, faydalı olsun, məhsuldar olsun inşallah. Təşəkkür edirəm Ustad. Ustad, cəzənizlə mən növbəti qonağımızda təqdim edeyim. Verilişimiz daha da rəngarəng olsun. Verilişimizin növbəti qonağı Əhl-i-Beyt şairi olan Ustad Şöhrət Səqqadır. Ustad, mən sizi də salamlayıram. Siz də xoş gəlmişsiniz. Aleyküməssalam və rəhmətullah. Mən də təşəkkür edirəm dəvətə görə və bu gözəl verilişi hazırladığınıza görə və Azadını da salamlayıram. Elə Azadın simasında bütün Vilayət TV-nin həm izləyicilərini, həm də məhsullarını salamlayıram. Hamısına bir daha təşəkkür edirəm. Biz təşəkkür edirik Ustad, dəvətimizi qəbul edib gəldiyiniz üçün. İcazənizlə mənlə ilk sualı Ustad Adil Əhmədovla başlayaq. Ustad, biz ilk verilişimizdə belə bir sualla başlayaq ki, ümumiyyətlə şeir və irfan nədir? Şeirlə irfanın nə kimi əlaqəsi var? Və belə deyək ki, şeir irfanı olmalıdırmı ki, əbədiyyət tapsın? Yoxsa elə hər bir şeir əbədiyyət tapa bilər? İstədik elə ilk verilişdə bu haqda danışaq. Buyurun, söz sizdədir. Bismillahirrahmanirrahim. Və sallallahu ala Muhammed və alihi tayyibin və tahirin. Gərək zuhur edə həq səc-o vəzn-o qafiyədən və gərinə şair-i şeir-u şuara ağır olsun. Elə biz əvvəldə şeirin dibini baltaladıq. Amma demək istəyirik ki, sözün rəngi verilişində hər söz söz deyil. Baxın, şeir insanın təxəyyül qüvvəsindən qaynaqlanır. İnsanın müxtəlif təfəkküründə, təsəvvüründə mərhələlər var. O mərhələdən biri də zehnin o təsəvvürü emal etdiyi mərhələlərdən biri də xəyal mərhələsidir. Xəyal mərhələsini indi hafizə və yaddaş mərhələsi ilə də eyniləşdirmək deməzdim, amma yaxınlaşdırmaq olar. İnsanın xəyalından baş qaldırır. Xəyalın cilovlamaq lazımdır, xəyala. Və şairin hünəri xəyalın cilovlanmasındadır. Çünki xəyal lüzumən həmişə həqiqəti əks etdirmir. Bu şeir barəsində qısa olaraq, amma inşallah daha geniş danışarıq. Şöhrət müəllimdən, Ustad Şöhrətdən də faydalanarıq inşallah. İrfan həqiqəti əks etdirir. Deyirlər şəriət, təriqət və həqiqət. Yəni xəyalı olmur. İrfan insanların, bütün insanların istisnasız olaraq içərisində bir cazibə var, bir meyil var və bu bütövlükdə bu meyil və cazibə, bu hərəkat, cəzbə hərəkatı. Gər cəzbə-i eşq olsa gətirirəm, necə gəlməz? Gər cəzbə-i eşq olmasa gəlsə də vecə gəlməz. Bütövlükdə bu kainatda, hətta canlı cansızların hamısında var, bir gedişat var, bir axar var.
Quran buyurur və ilaykəl məsir. Və bu gedişatın sonu Haqq Taaladır. Haqq Taalanın güclü cazibəsi var. Küllü kainatı özünə tərəf cəzb edir. Və hətta mən bunu deyim, başqa dinlərə, başqa o təhrif edilmiş yollara, azğın yollara və hətta günaha doğru gedən insanlar özləri də bilmədən Allaha doğru gedirlər. Məgər belə deyilmi ki, orada ləzzət axtarırlar? Bəli. Cəzb olur, ləzzətə doğru, kamala doğru. Bəli, nümunəsində səhv edir. Axtardığı nümunədə, deyir, axtardığım yar idi, yetirdi pərverdigar. O deyil, Bəli. ayrı yerdədir. Şeytan insana susuz bilir və bu susuzluqdan sui-istifadə edir. Şeytan alternativ nüsxə düzəltməyin ustadıdır. Özünün proqramı yoxdur. Proqram ənbiyanın proqramıdır. Peyğəmbərlərin gətirdiyi proqramdır. Peyğəmbərlərin proqramı tənzimlənib, bütün bəşər cəmiyyətini həmin həqiqətə doğru sövq elətdirmək. İndi deyəcəm ki, şeirin bu arada rolu nədən ibarətdir? Şeytanın özünün proqramı yoxdur. Yəni, bəşər cəmiyyəti susuzdur. Və bu susuzluq insanın vücudunda var. Allah susuz yaradıb. Və bu insanın o mənəvi susuzluğu və müasir dövrdə də bu qərb dünyasında, şərq dünyasında bu susuzluq baş qaldırmağa doğrudur. Və insanlar görür ki, bu musiqidir, bu şou proqramlarıdır, bu alternativ proqramlardır ki, əsrlərdir insanları bu yollarla azdırmağa, əldə saxlamağa çalışırlar, qane eləmir, doyuzdurmur. Bəli. İnsan nəhayətsiz bir varlıqdır və nəhayətsizliyi axtarır. İnsan əbədiyyət axtarışındadır. Bəli. Onu yalnız Haqq Taala ilə suvarmaq olar. Odur ki, oruçluq barəsində buyurur ki, Əs-sovmu li və ənə əcizibi ya uczabi. Oruçluq mənə məxsusdur və onun mükafatı mən özüməm. Mən özüməm. İnsan həyatda hədəf axtarır. Amma hansı hədəfdir ki, insan üçün hədəf olmağa layiqdir. İnsan dəyərlidir axı. Hər hədəfin hədəf olmağa ləyaqəti yoxdur. Hər maraqdan ötürü, hər mənadan ötürü mən yaşayam. Onun məna olmağa dəyəri yoxdur. İnsanın öz səviyyəsində bir məna axtarır. Elə bir məna ki, insan o mənanın uğrunda yaşasın, hətta canını da versin. Nə ki, yaşasın? O hədəf uğrunda yaşamağa da dəyər, ölməyə də dəyər. Və o mənadır ki, sözü də zənginləşdirir. Əks təqdirdə söz formadır. Deyirlər ki, bir forma var, bir də məzmun var. Formanın qalıcılığı onun məzmunundan asılıdır. Bəli. Xəyalın o düzəni onun o istiqamətindən asılıdır ki, biz xəyal qüvvəsindən nə kimi istifadə edək. Və bu arada irfanın rolu əvəz edilməzdir. Dediyim kimi, irfan bütün insanların vücudunda var. İrfan süni deyil, gəlmə deyil. Odur ki, həmişə yaşardı. Odur ki, əbədidir. Bütün insanların. Bəzən indi dediyim kimi, Peyğəmbərlər böyük olmaz adamın başının üstündə və ondan su istifadə olunar. Bir insan əgər susuzdursa, o susuz insana şəffaf, büllur, təmiz bir su vermək olar, hansı ki, Peyğəmbərlərin təqdimatıdır. Amma zəhərli su da vermək olar. Aludə su da vermək olar. O da susuzdur da içəcək. Bu günlərim hal-hazırda alternativ irfanlar dünyada en qədərdir. Nə qədər tükan-bazar asıblar. Şeiriyyat sənətində də yəqin ki, indi ustad təsdiqləyir. Bu sahədə tükan-bazar asanlar, əhli olmayanlar, orijinal olmayanlar. Amma o yerdəki saxtakarlıq var, o orijinallığın dəyərini göstərir. Heç vaxt mən həmişə deyirəm ki, bu 100 dolların saxtası çoxdur, amma 1 dolların yox. Da bu kağızı körlüysə elə 100 yazaram da, onsuz da bu saxtadır. Bu saxtakarlıq onu göstərir ki, bunun orijinalı var və o dəyərlidir. Saxta nəyin saxtasıdır? Həqiqətin saxtasıdır. Reallığın saxtasıdır. Onun o bir, necə deyərlər, indi
məcazi forması. Məcazi deməyək, məcazın özündə də bir həqiqət var. Toxunarıq inşallah ki, məcaz özü də həqiqətin göstəricisidir və şeirdə də məcazi təbirlərdən çox istifadə olunur. Beləliklə, amma baxın, irfan dediyim kimi, yəni insanı o həqiqətlə sirab edən daxili bir qüvvə insan vücudunda və maraqlıdır, bütün sufilər, bütün ariflər Əli ibn Əbi Talibi özünə mürşid bilirlər. Bəli. Və irfani ifadələr, ibarələr də bizim Qur'an-ı Kərimizdə, indi yeri gəlsə toxunarıq, Bəli. hədislərimizdə və dualarımızda, xüsusilə dualarımızda kifayət qədərdir. Yəni, çox zəngindir, olduqca zəngindir. Və insanı o həqiqətdən başqa nəsə sirab eləmir. Amma şeirin rolu nədən ibarətdir və şeirlə əlaqəsi nədən ibarətdir? Buna da bir qısa olaraq aydınlıq gətirək, ta inşallah gedişatda yenə faydalanarıq. Baxın, irfan ariflərin şuhududur, mükaşifəsidir. Əbu Səid Əbul Xeyr özü həm də şairdir, həm də şeirləri var. İndi bəzi şairlərə də toxunurlar. İbn Sina rasyonal filosofdur. İbn Sina ilə Əbu Səid Əbul Xeyrin bir söhbətləşməsi var. O söhbətdən sonra hər ikisindən ayrılıqda intervyu götürürlər. İndiki dinləndirsə, müsahibə götürürlər. İbn Sina'dan soruşurlar ki, Əbu Səidi necə gördün? Der ki, mən nəyi bilirdimsə, bildiklərimi o görürdü. Mən nəyi bilirdimsə, o görürdü. Şuhud daxı, qəlb gözüdür. Deyir, mən nəyi bilirdimsə. Nəyi bilirdim, yəni mənim məntiqim əqlani fəlsəfiyə əsaslanır. Məşşa fəlsəfəsi, məntiqi Aristotel fəlsəfəsi. Ona əsaslanır. İndi Aristotellə də əlaqəsi var, nisbət verirlər. Amma o görür, mənim bildiklərimi o görür. Və görmək bilməkdən bir mərtəbə daha üstündür, daha yaxındır həqiqətə. Yəni bu gördüklərin, həmin o bildiklərin o görən, bilib sonra görüb. Bəli, deyir, mən nəyi bilirdimsə, o bildiklərimi o görürdü. Əbu Səiddən soruşurlar ki, və İbn Sinanı necə gördün, yəni onun haqqında soruşurlar. Deyir ki, mən hara gedirdimsə, bu kör də öz əsası ilə gəlirdi ora. Bu kör də öz əsası ilə. Baxın, gözü görməyən, gözdən əlil olan bir insanın hərəkəti məntiqi hərəkətdir. Yəni, əsasın, məsələn, dair bir yerə ki, bəli, burada çala var, çuxur var, yoxdursa hamardır, getmək olar. Amma bir adamın ki, gözü görür, da orada məntiqi çıxarış etməyə ehtiyac yoxdur ki, o, belə deyək, 2 vur, üstə 2, 4 eləmir ki, demək, hamardırsa getmək olar. Görür və hərəkət eləyir. Artıq məntiq orada işə yaramır. Göz qabağındadır da məntiqə o dəlil ehtiyac yoxdur, göz qabağındadır. Deyir, mən hara gedirdimsə, bu da mənim, bu nə deməkdir? Yəni, əsl irfanı əql təsdiqləyir. Şuhudu əql İbn Sina məntiqi təsdiqləyir. Və necə ki, İbn Sina Məqamatul Arifin, İbn Sina rasyonal filosofdur dediyim kimi. Amma Məqamatul Arifin kitabını yazır. Və deyirlər, ömrünün sonlarında da irfana meyillənir və məşşa fəlsəfəsi əqlə əsaslanır. Və eyni zamanda əqlin dərk etdiklərini irfan şuhud edir. Və oradadır ki, ləzzət baş qaldırır. Oradadır ki, hərəkət baş qaldırır. Oradadır ki, təhərrüc baş qaldırır. Oradadır ki, cəzbə baş qaldırır. Ariflər barəsində deyirlər, bir salik-i məczub var, bir də məczubi salik var. Yəni, ya əvvəl cəzb olurlar, oyanış, intibah insan vücudunda və çıraq yanır, nur yanır. Və o cəzbə onları hərəkətə gətirir. Gər cəzbəyə eşq olsa, hərəkətə gətirir. Yaxud yola düşürlər, salik, yəni bir adam ki, yola düşür. Bəli, yola düşür. Allah yoluna. Və bir mərhələdə cəzb olurlar. Bir mərhələdə cəzb olurlar. Bu iki haldan xaric deyil, bu ariflərin yolu. Bəli, əgər doğrudan yolu davam etsə. Və əlbəttə bu yolda o kömür gərək tam çözərə. Yarımçıq olan da fəsadları da var ki, inşallah. Yenə də bəhsimiz çoxdur. Bəli, gedişatında danışaq. Dedə aynənə bir nağıldır.
Dedi ömrüm günüm yat bala, hamısını indi desəm nağıl qalmaz sabaha və silsiləvarıdır verilişlərimiz. İnşallah biz də deyərik Hələ birinci bildiklərimizdən. verilişdə vaxtımız var. Bəli, İnşallah bəli. yenə də istifadə edilir o gözəl məlumatlardan. İcazənizlə mən Buyurun. Ustad Şöhrətdən də belə deyə istifadə edirik. Ustad, bizim elə həmin o sual ətrafında istərik ki, danışaq. Ustad gözəl nöqtələrə işarələdir. Biz istərik ki, sizin də əlavələrinizi, sizin də fikirlərinizi alaq bu şeir və irfan haqqında. Mən Hacıya təşəkkür edirəm geniş izahat üçün. Geniş deyildi, yəni bu getdiksən. İnşallah genişlənəcək. Bir müqəddimə idi bu. Mesela sonra əlavələr eləyə bilərəm, yəni bu şeiriyyat təcrübəmizdə. Yəni bu qaldı beləcə, bunun açıqlaması yaxşı bir açıqlamaydı. Şeir, yəni misalsın belə deyək də, şeir zahirən belə başa düşülür ki, vəzni olsun, qafiyəsi olsun, bir məzmunu orada əks elətdirsin, amma o məzmun təxəyyüllə qarışmış olsun. Şeirin yəni zahirən, sadə tərifi budur. Hə, buradan çıxan suallar var. Hər kəs şeir yaza bilərmi? Bu sadə məzmuna əsasən, tərifə əsasən belə baxanda hər bir kəs şeir yaza bilər. Necə? Yəni o vəzni bilsə, qafiyəni bilsə. Mən onu qədirəm elə. Yəni belə baxanda hər bir kəs şeir yaza bilər. İndi gəl bunu biz bölək mərhələlərə. Məsələn, bir kəsin ədəbiyyat sevgisi var, amma içində yaradıcılığı yoxdur da. Yəni bu yaradıcılıq qüvvəsi yoxdur bunda. Amma bu adam necə eləyə bilər ki, şeir yazsın? Bax, bunun yaradıcılığı yoxdur ki, hə. Bu adam yaxşı bir mütaliə eləyər, ədəbiyyat sevərdir. Mütaliə nəticəsində hacı bunda iki şey yaranır. Bir, söz balansı yaranır, bir fikir balansı yaranır. Söz balansı və fikir balansı yaranır. Özünün deyil ha, bu sözlər və şeylər. Bu mütaliələrdən əldə edibdir. Və bu mütaliənin nəticəsində də şeirin yazılma texnologiyasını öyrənir. Şeirin yazılma texnikasını biləndən sonra aradan bir müddət keçir, şeir yazmağın texnikanı bilir, sözü var, fikir var, başlayır nələrsə yazmağa. Bir bunu qoyduq qıraqda, bu şeir yazdı. Bir dənə də var ki, içində bir yaradıcılığı var. Eyni zamanda mütaliələri də var. Mütaliələri də var. Bu da başlayır bir dənə şeirlər yazmağa. Yaradıcılıq. Bir də var ki, məsələn, yaradıcılıq var. Yəni o təb ki deyik, məsələn, o təb verir Allah bunu, amma bu elm oxumur, mütaliə eləmir. Yəni, məsələn, yazdığı sınıq, salxaq belə savadsız bir şeir yazır. Bunların fərqləri nədir? Bu şeirin mütəxəssisləri var, Ağa Hüseyin. Şeirin mütəxəssisləri var, baxan kimi şeirə baxan kimi bilir ki, bu şeir texnikanın gücünə yaradılıb. Bu şeir yaradıcılığın qüvvəsinə yaradılıb. Çünki şeirin mütəxəssisdir. Bu, bunun ətrafında olan bütün hər bir şey mütaliə edibdir. Buna aid olan hər bir şey baxan kimi bilir. Fikir kimə məxsusiyyətdə onu saat bilirlər. Yəni, bu ifadəni hansı şair işlədibdir, kimdən bəhrələnibdir, kimdən təsirlənibdir. Bu şeiriyyatı yaratmaq mümkündür. Amma ortalığa hansı şeiri çıxartmaqdan gedir söhbət. İndi şeir və irfan ki deyirik biz, bu irfanı şeirdən danışırıq. Bu irfanı şeiri necə yaratmaq olar? Əvvəla bu istəyir bunun təhlilində, istəyir yaradıcılığında. Bax, məsələn, 3 vuruş neçə edir? 9 edir. Niyə əsasən? Nə mənim fikrim əsasən, nə sizin, nə onunla, nə mənim baxışıma görə. Bu mənim baxışım, sənin baxışım bizi bura yox acaba, bura yığıbdır ya. Bu mənim baxışım o vaxt meydana çıxır ki, qarşıdakı mövzu haqqında mən məlumatsız olum. Onda o zaman mənim baxışım çıxır. Məsələn, hər hansı bir şey filan düstura görə, filan elmə görə. Hə, şeir və irfan mövzusu deyəndə ortalığa 2 dənə şey çıxır. Şeir və irfan, bunlar konkret olaraq ikisi də elmdir. Konkret olaraq ikisi də elmdir. Demək istəyirsən sən bunun təhlilində, ikisini də elm kimi mənimsəməlisən və yaradıcılığında elm kimi mənimsəməlisən. Yaradıcılığını, yəni sən şeir elmində bilməlisən, irfan elmində bilməlisən və hə, şeir və irfan elmini bilib hacı, ortalığa gözəl bir əsər qoymaq olarmı? Çox da gözəl əsər qoymaq. Mən bu sualınızı bir dənə də istəyirəm, bir sual əlavə eləyəm ki, irfan və şeir ki dediniz, bu irfan dedikdə əməli irfan nəzərdə tutur, yoxsa mən irfanı nəzəri olaraq bilsəm, belə bir fikir çıxarda bilərəm. Bu da mühümdür. Biz hələ əmələ getməyək. Bizim mövzumuz sonra gedəcək. Hələ biz hələ nəzərisindən danışıq. Siz dediniz ki, irfanı məsələn biləndən sonra bilmək lazımdır, belə bir şeir ortaya çıxartmasın. Mən ola bilsin dediyimiz izləyicilərin də tamaşasını. Mövzumuz ora da gedir, ora gedir hacı. Demək, şeir və irfan ikisini biləndə gözəl ortalığa bir dənə sənət əsəri çıxardırsan, ədəbiyyat çıxardırsan. Hə, bu ədəbiyyatın əbədiyyət olması varmı bunun içərisində, əbədi olması, yoxmu? Hə, onu şeirin mütəxəssisləri olduğu kimi, belə deyək də sənə, nətər anladım mən,
Allah mütəxəssisləri var, azı Allah tanıyanlar var, Allah şinaslar var. İrfani şeirə baxanda çoxdur bu saat. Bəyəxazı da qeyd edədi ki, bazar açanlar çoxdur. Həddindən çoxdur. Məndən 5 müddət qoy elə belə doğru dediyimdə, məsələn, şöhrət, nə bilim, Ramazana sübh namazının vaxtında yağılır, yağılmır. O açıq danışıqdır. Belə, yəni, insanlıq, mən arif deyiləm, bir şey deyiləm. Amma şöhrətin şeiriyyatı irfani silahlarla doludur. Bunu şeirin mütəxəssisini apara bilərsən. Şeirin mütəxəssisini qane eləyə bilərsən. Hə, o Allah şünası var hacıya. O Allah şünası sən burada heç nə eləyənməlisən. O baxan kimi şeirə bilir ki, yəni buradan nə qədər Allah ətri gəlir, nə qədər Allah ətri gəlmir. Bura nə qədər ilahi rəng qatılıbdır, nə qədər qatılmıyordur. Bax, onun əbədiyyəti ki var ha, ona qatılan rəng qədərdir. Nə qədər rəng qatılarsa həmin şeirə ilahi rəng, onun əbədiyyəti də o qədər. Təbii ki, hər kəsin öz mərifəti, mən belə başa düşürəm, mərifəti qədərdir. Yəni, onun qatacağı rəng. Yəni, bu irfanı şeiri birləşdirib ortalığa əsər çıxartmaq olar, amma ədəbiyyat çıxartmaq olar. Amma əbədiyyət onu artıq inşallah ki, gələn dəfələrdən eləyəcək. Mən bir şey də qeyd edim hacı. Mən bir ariflərin, mütəxəssislərindən bir şeydə rast gəldim bu yaxınlarda. Şairin ümumiyyətlə 3 mərhələsi var deyir. Amma bu 3 mərhələ hər şairə aid deyil. Bax, həmin o arif şairlərə aiddir, üçü də. Şairin 3 mərhələsi var acı. Birincisi hiss mərhələsidir, hiss aləmidir. İkincisi xəyal aləmidir, üçüncüsü əql aləmidir. Çox maraqlı şeylər çıxır ortalığa. Məsələn, bir başqa təbirlə desək belə, gerçək aləm, xəyal aləmi, həqiqət aləmi. İndi, məsələn, şeir var ki, görsən ki, mövzudur da. Gerçək aləmdə əhatələyə bilirsən o mövzunu. Yəni, onu hardan baxsan görürsən. Çünki gerçək aləmdir, hiss aləmidir. Xəyal qüvvəsi, xəyal aləminə ki, keçirsən, oradan ki, gətirib o hiss aləmindəki olan mövzuya, ona xəyalda onu qeydirirsən, biraz təşbihlərlə, istiyarələrlə. Bax, hələ burada şairlərin qırğını burada çıxıracaq. Azmaqlar var, Quranda ayə var, yəni yolunu azmış şairlər və istisnalar. Şairin azması xəyal aləmində başlayır. Çünki xəyal aləmi həm ona tanış deyil, o qədər. Çünki xəyal getdiksən gedir. Həm də xəyal aləminin aldadıcı sirabları çoxdur, ilğımları çoxdur, sərabları çoxdur. Ona görə də şair burada başlayır aldanmağa. Hə, əql aləminə gedən şairlər ki var, hə, əql aləminə gedən şairlər birbaşa mənanı oradan götürür, götürürmüsən xəyal aləmində zinətləndirir, gətirir bura. O məna dalıcan gedir, xəyal dalıcan getmir, yəni həqiqət dalıcan gedir. İrfan şairləri bu 3 mərhələnin 3-ündə də var. İrfan şairləri, bu arif şairlər, bu 3 mərhələnin 3-ündə də var. Yəni, əslində bu 3 mərhələ, qalan 2 mərhələ ki, yoxdur, bizim özümüzə aid olan şeydir. O mənanı ki, götürüb gəlir. Məsələn, bəzi şair var ki, bir dənə beyt yazır, amma ikinci beyti, tam misranı tapa bilmir. Söz tapa bilmir. Bizim dildə ki, bu söz tapa bilmədi buna. Hələ bir şey yoxdur, bu söz bunun əlində mum kimidir. Belə də düzəldir, belə də düzəldir. Bu məna tapa bilmir. Niyə görə? Çünki o məna ilə əlaqəsi kəsilibdir. O mənanı gedib gətirmək üçün nələrsə eləməlidir, neyləməlidir, onu mən bilmirəm. Hacı açıqlamalar verər o barədə. Amma məna aləmi ilə ki, arası kəsilibdir deyənə, o mənanı gətirib, otuzurub yerinə qoya bilmir. Buna tarixdə nə qədər şairlər də var, məsələn, belə Möhtəşəm Kaşaninin o İmam Hüseynov haqqında yazdığı, məsələn, o tərkib bəndi ki var, həmin ondan bir şeydir. Yəni, orada, məsələn, bizə danışıblar, bilməm də, sən necə eşitmirsən acı ki, orada bir misra İmam Zaman ağanın misrasıdır. Ki, yəni, onu məna tamamlaya bilmirəm. Yəni, var, şairlərin yaradıcılığında belə bir şey var. Yəni, arif şair birbaşa əql aləmi ilə olur, təmasda olur və onu oradan süzgəclərdən keçirdib, gətirib qoyur ortalığa. Hə, İndi burada əbədiyyət ki var, o əməli irfan, bax o rəng ki deyirdik ya, ilahi rəng ya, o ilahi rəng əməl deyil, o əməldən də yuxarı bir şeydir. Yəni əməllər o ilahi rəngi əldə etmək üçün bir vasitədir də, o əməldən də yuxarı bir şeydir ki, indi qalanlar da hacı danışar inşallah. Təşəkkür edirəm sizə. Acı elə gözəl bir söz ustad vurğuladı, ilahi rəng ki, irfani şeir, irfani şeir, irfan bir-birinə rabitəsi. Siz də gözəl nöqtələri vurğuladı. İstədim elə bu mövzunu davam elətdirək. İlahi rəngə boyanmaq üçün insan
insanın o şeirinin ilahi rəngə boyanması üçün insan əməl sahibi olmalıdır, yoxsa elə hər insan irfandan məlumatı olduğu elə bu şeirinə ilahi rəng qata bilər, yoxsa yox? Baxın, söz özü möcüzədir. Söz Allahın bəşəriyyətə lütf etdiyi nitq qabiliyyəti, Bəli. hansı ki heyvanlarda, yəni başqa canlılarda, insanda olduğu kimi bu nitq qabiliyyəti yoxdur. Söz yox. Şeir nitqin bir bölməsidir. Və biz bu gün əgər irfan ədəbiyyatından danışırıqsa, söhbət ancaq arifanə şeirlərdən getmir. İrfan ədəbiyyatında nəsr də var. Yəni nəsr formasında yazılmış irfani bizim əsərlərimiz var. Amma həmin nəsr formasında yazılmış irfani əsərlərin özü də yenə də şeir atmosferasındadır. Şairanə və zövq, belə deyərlər, o zinəti ilə bəzədilmiş atmosferadır. Bizim məsələn ədəbi yazılarımız var ki, şeir deyil, amma ifadələr şairanədir, zövqlədir. Bu nitq barəsində söz. Amma mən düşünürəm ki, indi Ustad Şöhrət daha yaxşı bilər, yəni təcrübə edər daha yaxşı əslində. Şeiriyyatının o əbədiliyi üçün neçə faktora ehtiyac var? Mən iki faktora toxunuram. Birincisi, onun o ixlasıdır, xalisliyidir. Şeir sənəti, indi heç şairə pul da vermirlər. İndiki dövrdə. Yəni, şairlər həmişə bu sahədə, əgər şair pulludursa, pulu da başqa yerdən, biznesdən filan. Şeirə heç belə indiki dövrdə. Ki, deyəsən, mən şeir yazıb pul qazanacam, şeir buzun gəlir gətirmə mənbəyi də deyir. Amma şairin qəlbi, qəlb yanğısı, şairin köksü, şairin sinəsi, bu birinci faktordur. Mən belə düşünürəm. Söhbət irfani şeirlərdən gedir. Digər sahələrdə bəli, söz qoşmaları düzətmək olar, texnikadan istifadə edərək. İndi süni intellekt çıxıb da heç texnikaya da ehtiyac qalır. Elə o şeirləri düzəldir, biraz da özün düz qoş eləyərsən, ortalığa nəsə gətirmək olar. Amma biz təbii intellektdən danışırıq, süni yox. Bu birinci faktordur. Yəni, şairin o daxili irfanı. Ruhun quşu çoxdandır ki, qalmışdı qəfəsdə, bir ox toxunub qəlbimə sındırdı həsarı. Və bu, yəni, irfani təmayülü var, həmin o cazibəsi var. Bu ilkin şərtdir, düşünürəm ki. Amma növbəti şərt, Şöhrət müəllim də toxundu, növbəti şərt elmdir. Yəni, hətta bir insanın ola bilər ki, ixlası da var, irfanə təmayülü də var. Amma irfan məqamları azdırıcı olduğuna görə şeiriyyatda ifadələr düzgün işlənməz. Adətən şairlərin ifadələrində çaşqınlıq buradan yaranır. Nəzəri irfan burada insanın, şairin dadına çatır. Nəzəri irfan nə deməkdir? Baxın, insanların bir dünyaya baxışı var. Filosofların bir dünya görüşü var. Aləmin əvvəli barəsində, sonu barəsində, materialist dünya görüşünə görə həyat yalnız həmin müşahidə etdiyimiz materiyadan, maddiyyatdan ibarətdir. Bəziləri deyiblər, həyat yalnız mücərrədat və qeyri maddiyyatdan ibarətdir. İslam dini həm maddiyyatı qəbul edir, həm qeyri-maddi aləmi, qeyb aləmini qəbul edir. İnsan məsələsi, mərifətün nəfs məsələsi, aləmə hakim qanunlar və qanuna uyğunluqlar, varlıq nədən ibarətdir? Bütövlükdə aləmə baxışı və dünya görüşü. Arifində bir dünya görüşü var. Və bu dünya görüşündə o həqiqətə çatıb. Arif o vüsuli bir həqdir. Həqiqətə yetişib, həqiqətə qovuşub. İndi o qovuşduğu həqiqət ki var, sözün çərçivəsindən daha genişdir. Sözün bir çərçivəsi var. Quran-ı Kərim barəsində Quran da sözdür. Quran barəsində deyiblər ki, Quran Allah kəlamının, Allah sözünün insan sözü ilə müqayisəsi, yəni bəşərin lap o fövqəladə şairlər və ədiblər və söz ustaları ki, sözlər deyiblər,
Allahın sözünü onunla müqayisə eləyəsən, fərq nə qədərdir? Deyir, fərq Allahın özü ilə insan arasında olan fərq qədərdir. Allahın özü bizlə müqayisə olunmaz olduğu kimi, Allahın sözü də bizim sözümüzlə müqayisə olunmazdır. Biz Allahın sözü kimi söz xəlq eləyənmərik. Heç bir şair, heç bir ədibi Allahın sözü çox yuxarıdadır. Amma yenə də sözdür. Allah sözüdür. Bəli, amma yenə sözdür. Yenə də sözdür. Mərhum Əllamə Həsənzadə Amuli buyurur ki, Qur'anın həqiqəti əlimizdə olan bu müshəf ki var, bu oxuduğumuz Qur'an ki var, həqiqət ondan yuxarıdır. Amma sözə sığan qədəri bu qədərdir. Bundan o tərəfə sözün tutumu yoxdur. Mən bir həqiqəti müşahidə etmişəm. Dünyanın o başında bir meyvə yemişəm, bir mənzərə müşahid etmişəm. Deyirəm, qardaş, deyiləsi deyili, onu müşahidə gərək eləyəsən. Sözə sığışdıraram, müəyyən bir təsəvvür və qaranlıq bir təsəvvür yaranar insanın zehnində. Amma o hara, o gördüyün hara, daddığın hara. Demək, sözün öz qalibi var. Sözün çərçivəsi var deyə, şairin məharəti burada onu göstərir ki, alim şairlə, hətta təbii olan, hətta zövqü olan, hətta şeir texnologiyası olan şairin fərqi burada özünü göstərir. Büdrəmələrin bir yeri buradır. Çərçivəyə sığdırmaq məsələsi. Məharət oradadır. Fərz eləyək deyək ki, məsələn, bir Qur'an qarisidir. O avazla Qur'an oxuyur. İnna a'taynakal kevser uzadır. Başa düşməyənlər deyir, bəh-bəh, nə gözəl səsi var. Amma mütəxəssis deyir ki, kevserdə o fəthə qısa hərəkədir, onu uzatmaq olmaz. Məharətin bu, deyir, axı onu uzadanda gözəllik yaranır. Deyir, sən məharətin budur ki, onu qısa oxuyacaqsan və gözəlliyi o çərçivəyə yerləşdirəcəksən. Bir söz var, deyir, sənət üçündür. İslam bu sözü qəbul eləmir. İncə sənət üçün deyil. İncə sənət ideologiyanın xidmətindədir. Avropada da belədir. Yəni bir ideologiya var, o ideologiyadan, o dünya görüşündən, o həyata baxışdan incə sənət törənir, şeiriyyat dönər. Şeiriyyat incə sənətin bir şöbəsidir. Memarlıq hətta ondan yaranır, ailə münasibətləri ondan yaranır, hətta dövlət idarəçiliyi həmin dünya görüşündən formalaşır. Yəni onlar həyata necə baxırsa, elə də yaşayır. Yaşam tərzi ondan formalaşır. İndi, ariflərin mükaşifəsi sözün qalibindən yuxarıdır. Amma indi bunu necə desin, hansı formada? Hər hansı formada desə büdrəmələr var. Ən azı qarşı tərəf onu başa düşməyə bilər. Odur ki, özlərindən istilahlar, belə deyərlər, vəz edirlər və istilahlar qalibində deyirlər. O istilahları bilmək lazımdır. Şeiriyyatın da öz istilahları var. Şairlərin öz dili var. Ariflərin də öz dili var. Və deyirlər, şairlər, ariflər, o öz gördüklərin başqalarına ötürmək üçün şeiriyyata üz gətirirlər. Arif şair olur. Fərq eləyir, ustad. Şair arif olur. Yəni şeiriyyat insanı irfana aparır. Və arif şair olur. Niyə şair olur? Şeiriyyat onun köməyinə gəlir. Şeiriyyat arifin ürəyinin məlhəmidir. Şeiriyyatdan gözəl nə ilə hüzur tapsın? Şeiriyyatdan gözəl nə ilə ifadə eləsin? Gördüklərin həqiqət şeiriyyatdan yuxarıdır. Yəni o həqiqət ki var, yetişib, o şeiriyyatdan yuxarıdır. Amma şeir onun dadına çatır. Çünki şeirdə manevr etmə imkanı daha çoxdur. Xəyal qüvvəsi daha. Manevr imkanı var, bənzətmə imkanı var, məcaz imkanı var, istiarə imkanı var, kinayə imkanatı genişdir. Və bu imkanatdan istifadə edir, faydalanır. Hətta bəzən o şeiriyyatı da biz başa düşmürük. Əli əvvəl, əli axir. Biz o şeiriyyatı da bəzən biz başa düşmürük. Amma Qur'an buyurub da. Qur'an-ı Kərim buyurub, huvəl əvvəl vəl axir. İndi biz bunları sığdırmaq lazımdır. Buradadır ki, iki xüsusiyyət mən düşünürəm ki, şairlər üçün. Bir, həmin şeir təbii və qəlb və iki, nəzəri irfanı bilmək. Yəni, bu ifadə bizim o nəzəri irfan düşüncəsinə və məsələn, vəhdət-ü vücudla üst-üstə düşür ya yox. Onunla ziddiyyət təşkil etmir. Bu formada deməyim fərq edir. Əgər arifin söz ehtiyatı olsa,
Əgər Arifin şeiriyyət qüvvəsi olsa, irfani görüşlərin və irfani müşahidələrin daha yaxşı o təqdimat edəcək. Bəli. Əgər Arifin söz ehtiyatı zəif olsa, ola bilər ki, orada büdrəmələr olsun. Əslində büdrəmələr yoxdur, ha, amma çatdıra bilməyib. Çatdıra bilməyib. O deyil. Məqsəd də o deyil. Bəli. Hər nə qədər şeir burada Arifin köməyinə çatır ki, hər nə qədər onun şeir texnologiyası güclü olarsa, hər nə qədər onun şeir təbii söz ehtiyatı, düzgün ifadə qurma bacarığı o daha yaxşı şəkildə o gördüklərin və müşahidələrin ötürə bilər. Ustad, təşəkkür edirəm. Həqiqətən çox gözəl bir Buyurun. veriliş olur mənim fikrimcə, həm də ki, gözəl, dəyərli bilgiləriniz. İcazənizlə mən Ustad Şöhrətin də bu haqda fikirlərini alaq. Ustad, sizdən də biz istifadə edir. Artıq suala ehtiyac yoxdur indi. Yəni də suallarımız aydındır. Mən bir daha Hacıya təşəkkür edirəm. Sözü çəkir, kəlamı yazır. Mən Hacının elə o sözün ki, böyük bir nemətdir, bir varlıqdır dedin. Füzulun bir beyti düşdü yadıma. Hacı dedi ki, sözün şəni o əndazə böyükdür ki, müəllimlər sözün məhsulu bilmişlər, duanı, vəhyi, Qur'anı ki, Ənisül Qəlb əsərindədir bu. Demək, bu şeirin yəni irfanı olmasından ki, danışırıq biz, şeirin irfanı olması beləncikdir ki, burada mütləqdir ki, şair arif olmalıdır, belə bir vacibi fikri yoxdur burada. Elə bir şey yoxdur, şair arif olması gözəl bir şeydir, şairin arif olması. Amma bu elmləri bilmək lazımdır. Yəni, elmsiz sən heç bir şey yarada bilməzsən. Məsələn, mən öz təcrübələrimdən deyim də, yəni şeirləri müəyyən qədər mütaliələrim var. Sən görsən ki, irfani silahlarla zəngindir şeir. Amma nə var burada? Həmin o itmək var. Benim ki, bilmir hansı harda işlətmək. Məsələn, beyt başlayıb, məsələn, bidarla. Məsələn, mən bidar oldum, məsələn, yar oldum, məsələn, bidar oldum. Məsələn, belə deyək, tövbə ilə başlayıbdır, oyanışla başlayıbdır. İkinci beytdə hacı fənadan danışır, liqadan danışır. Təsəvvür etsin, yəni, nə qədər arada məsafə var. Uyğunsuzluq var. Sadəcə bu, bunun sadəcə adım bilir, amma harda, hansı sözü harda işlətməyin, yəni bilmir. Bunu görə bir ağılı başlı bir, yəni elm kimi çərçivə şəklində öyrənəsən, şeiri eləyəsən, bunu burada işlədəsən. Amma ariflərin niyə şeirdən istifadə eləməsi, hacı o barədə danışdı, mən də müəyyən bir əlavələr edeyim. Şeirin ki, dili, yəni daha çox zəngindir. Məsələn, o belə deyir, həqiqət aləmindəki o həqiqi mənanı burada, yəni, mümkün deyil, sözə sığışdırmaq mümkün deyil. Şeir burada adamın köməyinə çatır. Məsələn, orada gördüyünü nəyəsə bənzədə bilər. Şeirin təşbihindən istifadə edə bilər, o istiyarəsindən istifadə edə bilər və şeirin, o artıq şeir burada olur sanki irfanın tərcüməçisi. Çünki həm də şeirin özündə bir rəvan var, rəvanlıq var, həm də şeirin özündə bir cəzzabiyyət var. Bu öz onu görə şeirin musiqisi, yəni kölün oxşayandır. Bəli də. Cəzzabiyyəti çoxdur. Bununla çox yəni çatdıra bilirlər. Bununla çox verə bilirlər. Mən bir şey də deyim ki, o məsəl üçün o bayaq dedin ki, mənanı ki çatdırmaq şeyləmir, çatdıra bilmir. Yəni söz balansı az olanda. Bəli, onu tutmaq da çox çətindir. Məsələn, mən bir yaxınlarda bir, məsələn, bu mütəxəssislərin irfanı şeir təhlillərinə rast gəldim. Orada 3 dənə mərhələ qoyublar hacı. Birinə deyirlər, təntiq deyiblər. Yəni, məsələn, şeiri deyirsən, nitqidir də. Yəni, orada söz düzgün çatdırılmalıdır ki, mən bunu düzgün mənasını ala bilim. Birinə təntiq deyiblər, sonra birinə təfsir deyiblər. Amma təfsiri, yəni bizim o Quranda olan təfsir kimi şey eləməyiblər. Yəni təfsir sanki zahirin mənasıdır. Yəni məsələn pərdədir. Pərdədə nədir məqsədi? Yəni o tərəfi görmürsən. Bu bunun təfsiridir, şeirin təfsiri. Və birinə də təvil deyiblər. Bax, söhbət buradan gələ çıxır. Məsələn, pərdə deyil, amma mənası günahdır. Mənası günahdır. Təvil budur. Yəni bu üç şey üzərində irfanı şeyi məsələn mütəxəssislər təhlil edirlər. Və indi misalsın orada gördüyü bir şey ki var, onu burada gətirib, yəni adlandırmaq üçün bilirsən nə qədər söz ehtiyatı çox olanda adlandıra bilir. Yəni nə qədər söz ehtiyatı çox olarsa, eyni zamanda ki elmi də düzgün olarsa, onu demək olar ki daha çox yaxınlaşdıra bilər, daha çox yaxınlaşdıra bilər. Yoxsa yəni yanlışlıqlar, belə deyək də itmələr labüddür. Bəli. Ustad, mən təşəkkür edirəm. Vaxtımıza elə bilən var, hardasa bir 4-5 dəqiqə. İstərdim elə sonda acı sizdən də bir əlavələr alaq, sonra yavaş-yavaş.
Mən sonda bunu demək istəyirdim ki, demək, həqiqətlə məcaz arasında olan bir əlaqə var. Şeir eyni zamanda o özünə məxsusluğu ilə yanaşı. Bir zamanlar şeir media olub. Yəni Peyğəmbərin o Peyğəmbərlik dönəmində şeir media idi. Kəbə evində nə qədər şeirlər asmışdılar. Və şərq dünyasında da qərbdən daha çox şeir inkişaf edib. İndi o bir gərək sosioloji bir araşdırılma aparsın. Bəli. Və Azərbaycanın xalqında da hal-hazırda da elə. Bəlkə də elə Azərbaycanlı bir vətəndaşı tapmaq olmaz ki, az da olsa bir şeir təbii olmasın. Yəni bizim millətin şeirə əlaqəsi var. Ən azı budur ki, şeir sevərdi. İndi əksəriyyətdən söhbət gedir. Bu da bir üstünlükdür. Şeirin musiqisi, şeirin ahəngi, insanın musiqi zövqü var axı. Bəli. Və məlhəmdir doğrudan. Bəzi o ariflərin səccadəsinin kənarında Qurandan, Məfatihdən əlavə həmsə Feyzi Kaşaninin divanı olub. Bəli. Ya deyək ki, Hafizin divanı olub. Bu şeirin özünə məxsusluğunu göstərir. Amma həqiqətlə məcaz arasında əlaqə, indi növbəti verilişimizdə bəlkə də fürsət olar, daha çox danışarıq. O keçidlər önəmlidir. Biz hər nəyi istədiyimiz kimi elə söz əlimizdədir deyə əlaqələndirməyə ixtiyarımız yoxdur. Biz əgər deyiriksə ki, Əli şir kimidir, Əli şirdir. Əli reallıqda o meşədə olan şir deyil ki, bu bir bənzətmədir. Buna məcazi bənzətmə deyirlər, şücaət. Amma şücaəti şirə bənzədirlər. Şücaəti şirə bənzədirlər. Başqa heyvana yox. Bənzətmələr önəmlidir. Deyirlər, əl-məcazu qəntərətul həqiqə. Məcazın özündə bir həqiqət var. Məcaz həqiqətin körpüsüdür. İndi növbəti verilişimizdə fürsət olar, danışarıq məcazi eşq. Deyirlər, bir həqiqi eşq var. Yəni, həmin irfan. Həqiqi eşq, yəni həmin irfan. Şeir isə deyir, əl-mənafi bətni şair, məna şairin öz qəlbindədir, biz bilmirik şair burada nəyi qəsd eləyib. Biz onu dünyəvi, məcazi eşqlərə də aid eləyə bilərik. Elə formada deyib ki, iki başlıdır. Və həm də həqiqi eşqə aid etmək olar. Amma önəmlisi olan budur ki, yenə də mən Ustad Şöhrətin sözünə qüvvət olaraq bu sözlə tamamlayıram ki, bəli, biz məcazlarda diqqət etməliyik ki, həqiqətdən məcaza necə keçid edəcəyik, o keçidlər önəmlidir. Söz çoxdur, bəli. Yenə də inşallah ki, növbəti verilişimizdə bu barədə danışarıq. Təşəkkür edirəm sizə və Ustad Şöhrət müəllimə həm söhbət olduğumuza görə və eyni zamanda dinləyicilərə, bizi dinlədiklərinə görə. Var olasınız, minnətdaram. Mən təşəkkür edirəm. Həqiqətən gözəl veriliş oldu. İlk verilişimizdir. Həqiqətən belə deyim, çox ehtiyac var belə bir verilişlərə, belə bir söhbətlərə ki, həm şeiriyyat haqqında, həm irfan haqqında. Demək olar ki, şeiriyyat əldən gedir. Şeiriyyatdan danışdıq, amma şeir az oxuduq. İnşallah növbəti verilişlərdə elə daha çox şeir də oxuyarıq. Yəni, çalışaq ki, şeirlər əldən getməsin. Yəni, çox həqiqətən ehtiyac var. Mən belə düşünürəm ki, şeiriyyat o irfani şeirlərdə insan Allahı daha tez tapmasına yardımcı olur. Məsələn, Məhəmməd Füzuli kimi şairlərin, Nəsimi kimi şairlərin və yaxud da ki, başqa şairlərin. İnşallah növbəti verilişlərdə elə bunlardan daha çox danışarıq. Mən təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiniz. Həm öz adımızdan, həm dəyərli tamaşaçılar adından, Vilayət TV kollektivi adından inşallah növbəti verilişlərdə yenə də xidmətinizdə olaraq. Dəyərli tamaşaçılar, bugün bir Sözün Rəngi verilişinin sonuna gəlib çatdıq. Bu günləri dəyərli qonaqlarımızla şeir və irfan haqqında danışdıq. Şeir və irfanın nə kimi bağlılıqları var, bu haqda danışdıq. İnşallah növbəti verilişlərdə dəyərli və mərhum Əhlibeyt şairi olan Məhəmməd Füzulinin şeirlərinə giriş edəcək və orada olan mənaları, irfani kəlmələri, irfani bəhsləri inşallah sizin xidmətinizə çatdıracaq. Növbəti verilişlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.